Salam, sabahınız xeyir. Bugün bizim 16-cı təlim günümüzdür. Növbəti təlimimiz gələn həftənin birinci günü oldu. Bugün bizim sonuncu təlimimizdir. Bilirsiniz ki, layihəmiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəkliyinin maliyyə dəstəyi ilə həyata keçirildi və biz 16 təlimi yavaş-yavaş, pillə-pillə gəlib bugün sonuncu təlimə çatdıq. İndi mən sizlərə müəyyən suallarım olacaqdır. Bax, görək, bilik səviyyəmiz necə oldu? Qiymətləndirməni də aparırıq bugün və baxaq görək, həqiqətən də bizim keçdiyimiz bu təlimin bir səmərəsi oldu mu? Kimsə sabahların öz uşağı ilə işləyə biləcəkmi? Bizim əsas məqsədimiz bu idi ki, sizlər yeni bir metodikanı öyrənərək öz övladlarınızın üzərində onu tətbiq edəcəksiniz. Və inşallah da ki, gələcək layihələrimizdə daha yeni, kompleks şəkildə bunların tətbiqini düşünürük. Qismət olsa, növbəti illərdə də biz yenə də uzun müddətli çalışacağımız olsun, bu cür layihələrin icrasını həyata keçirək və sizləri daha mükəmməl şəkildə maarifləndirək. Hər birinizə bu günlərdə gəlib iştirak etdiyiniz üçün ürəkdən təşəkkür edirəm. Çox sağ olun, var olun. Allah övladlarınıza, ilk öncə özünüzə can sağlığı versin. Özünüzə can sağlığı versin ki, övladlarınızın qayğısını çəkə biləsiniz. Övladlarınıza da can sağlığı versin. Ona görə ki, onlar da sizə dəstək ola bilsinlər və sizin arzuladığınız kimi ayaqda durub nələrisə onlar da etməyə qadir olsunlar. Bütün anaların, bütün valideynlərin arzusu budur. Mən də bir ana olaraq, nənə olaraq da bunu sizlərə arzu edirəm. Heç bir ana, heç bir valideyn övlad acısı çəkməsin, övlad əziyyəti, xəstə əziyyəti, hansısa bir qayğıya ehtiyacı olmasın. Ona mehribanlıq qayğısı qismət olsun. Bütün analara nəvaziş qismət olsun ki, kənardan onlara belə sevgi nəvazişi qismət olsun. Mənim arzum bütün qadınlara budur. İndi keçək bizim əsas hissəmizə, ilk gündən bugünə qədər olan hissələri görək kim nə cür qəbul edir. İlk olaraq birinci sualım belə olacaqdır. Kineziyol denkləmək nədir? Bununla biz neyi öyrəndik? Sualın... Gücü zəif olan əzələyə, burada əzələrin gücünü artırmaq üçün. Əzələyə dəstək. Əzələyə dəstək. Aynur xanım. Tonusu çox olan əzələyə. Tonusu çox olan əzələyə. Aynur xanım. Əzələrin tonusunu azaltmaq üçün. Aynur xanım deyildi, gələcək mənim yanıma. Sizlərlə bir yerdə bizim sual cavablarımızı Aynur xanım qiymətləndirəcək. Mən eşidirəm, onlar danışır. Mən sual verdim ki... Mən qulağımı var, tabii eşidirəm. Xanım qızımız düzgün cavab verdi, yəni mütəxəssis olaraq. İkinci sualım belə olacaqdır. Kineziyol denkləmənin müalicəvi və profilaktik əhəmiyyəti. Samra xanım, siz deyəsiniz. Müalicəvi və profilaktik əhəmiyyəti nədən ibarət? Müalicəvi əzələləri dartır, kömək edir əzələlərin bərkiməyinə. Esmira xanım, siz eləyə bilərsiniz. Bir də Kineziyol ilə laf dərindən, yəni elitlərlə onlara tanış deyildim. Yəni burada bildim ki, əsas ne üçün soruşurdum, orada elə dəqiq demirdilər. İndi burada bildim ki, dəqiq ne üçündür, necə, nə. Öz əlimdə də gördüm ki, özüm əlim ağrıydı, elədim, burada qızlar elədi. Yəni ağrını keçdim. Zəif əzəlləri də aktivləşdirir. Bu sualı verəcəyəm Ruhəngiz xanıma. Hərəkət dayaq sisteminin diaqnostikası nə cür aparılır? İlk uşaqla tanışlıq olur.
Xəstə ilə tanışlıq. Biz xanım beşli cavabı. Həmin dərsdə. Mən qəfil verəcəyim sualı. Ola bilər ki, növbəti sualı sizə də verəm. Ola bilər. O həm buradan Yəni- baxıb, həm şükür. Oradan verəcəyim sualları. Tünzali xanım siz deyin. Kim kömək eləmək istəsə əlini qaldıra bilər. İlk xəstə ilə uşaqla tanışlıq olur. Bunun duruşu nə dərəcədədir, nə formadadır, necə duruşu var, ayaq üstə durur, yoxsa onmaya düşür duruşu, yəni hansı tərəfində, hansı nahiyədən DSP-sini alıb, yəni adətən DSP xəstələrə, yəni Birinci vadidə orqanizmdə toplayırıq. Birinci müharibəyə rast gəlmək. Müharibə xanım desin. Hə. Yox, duruş uşağa birinci ayaq Düzgün baxırlar, yana. Sonra oturduğu yerdə bir də uzantılar. Yəni üst cürə bu prosedur aparılır da. Hansı mütəxəssis cürə yoxlanır, sonra diaqnoz qoyulur. Ülqət xanım, zəhmət olursa siz zalı çəkin, onların sual cavablarını. Mən onu demək istəyirdim ki, onu həm ayaq üstə müayinə olunur, sonra oturulur, sonra hətta uzanılır. Yəni onun sonra arxası üstə də uzadıb, yəni əzələ test eləyərək, əsasən də əzələ. Bir də nə? Oynağın stabilliyini yoxlamaq üçün. Bu da çox önəmlidir. Oynaqları stabilliyi nə qədər, kontraktura varmı, yoxdurmu? Nə qədər bucaq açılır, oynaqlar Hansı ayaqda rahat aça bilir. Sonra oynağın hərəkətsizliyinə mane olan sərtləşmiş, gərginləşmiş bağlardırmı, yoxsa ümumiyyətlə kontrakturadırmı? Kontrakturanın onsuz da bilirsiniz də, yəni sırazı aça bilməyə də belə kontur görsənir bağlarını, bilirsən ki, artıq bu kontrakturadır. Bilir. Tamamilə bağlı. Növbəti sualı verəcəm Nərminə xanıma. Aşağı ətraflarda kineziya bekləməni necə aparırsınız? Aşağı ətraflarda kineziya bekləmə aparmaq üçün əvvəl diaqnostika edirik. Aşağı ətraf əzələlərinin tonus səviyyəsini, hipotonusda ya da peritonusda. Diagnostikadan sonra əgərləri hipertonus vəziyyətidirsə, biz kineziya yakır hissəsini həmən əzələnin aşağı hissəsindən vuracağıq, üzü yuxarıya. Yox, hipotonus vəziyyəti isə halda biz yakırı yuxarıdan vuracağıq aşağı tərəfə ki, orada gərginlik olmayan gərginlik nisbətən yaradır. Mən bir dəqiqə tərəfə xanım Əniş xanım gətirir. misal üçün. Sualın cavabı Misal üçün, mühəbbis deformasiyalı uşağı necə vuracaqsınız? Valgus deformasiyası varsa uşaqda əgər düzgün öyrəndirsə, yakır vuracağıq buradan. Yakırı buradan olmaq. Edin. Götürün kəsin, elə bir ki, vurursunuz. Belə ölçəcəyik bu formada. Fırladır, gətirib belə. Ayağın əzələ boyunca ya da fırlada bilər. Əgər uşaq yaxşı onu başqasına verəcəm. Sizə aferin. Siz verin sualı. Tamam. Yaxşı, tutaq ki, Samirə kimə? Səbrəmə verin. adları mənim xəyalımda deyilsən. Tutaq ki, uşaqda barmağınızın ucunda gəzir. Yəni, gəzəndə avtomatik olaraq arxa buda baldır əzələlər gərginləşir. Baxır yuxarı, onda teypi necə vuracaqsan? Ayağın altı üçüncə. Buyur. İkinci, Dabanlar. uşaq uzanma vəziyyətdə olduğu, ayağını Arxa bağlı. belə Nəsə əgər. yatır iki tərəfdən olacaq. Mən cavab verim. Dabanın altından vurulur ya. Yakın tabanın altından ölçü götürülür. Niyə dabanın? Çünkü tabanın altında elə uçlu ora olsun ki, bu buranın dartsın aşağıya. Aferin. Mehri xanım, müvazinətin tənzimlənməsi nə başa düşürük və bunun üçün nə edirik? Nə üçün lazımdır ümumiyyətlə müvazinətin tənzimlənməsi? Əsas elə mənim uşağımda da problem odur da. Ona görə sualı sizə verin. Uşağın dəstəsiz gəzməsi üçün. Dəstəklə də gəzə bilər. Müvazinətin tənzimlənməsi nə üçün, ümumiyyətlə nəyə görə verilir o?
tənzimlənməlidir mübahisə? Nə verir o bizə? Özünü saxlaya Tarazını saxlaya bilsin deyə. Düzəlməlidir ki, onsuz müəyyən bacarıq Oturmalıdır. Birinci oturmalıdır. Niyə tarazını saxlaya bilsin deyə. Nə üçün lazımdır ki, özünü müdafiə üçün, ən azından məsələn oturqludursa, oturqlu vəziyyətdə belə, yəni oturan uşaqdırsa, gəzə bilmir. Onunla belə öz tarazını saxlamalıdır ki, bu yıxılanda özünü götür tuta bilsin. Bir də təkcə fiziki qüsurları olan uşaqlara deyil, adicə validus deformasiyası, yastı pərcə skalis uşaqlara belə lazım. Yəni o təkcə belə fiziki qüsurlu, əngəlli uşaqlara aid deyil, o həm də sağlam uşaqlara aid. Tarazlığı, biz onu sağlam uşaqlarla da işləyirik. Çünki nə qədər uşaq, nə qədər uşaq tarazlığını düzgün tənzimləyəcək, o qədər əzələ qruplarını düzgün işlədəcək. O qədər düzgün duracaq, düzgün gəzəcək. Səhvə sizin özünüzə də aid. Oyun kartidir, bel kartidir. Onlar üçün dəstəkləyicilər, ortezləşmə, onlar artıq orta kiçik rejim deyilik. Aynur xanım. Bəli. Buyurun, Nəzirinin mamasına şoğlan yuxarı ətrafların kineziyyə verilməsi. Bunu necə tətbiq edirik? Misal. Yox, indi biz Bəlkə belə oku bura gətirəyim. deməli, sualı belə verək də, yuxarı ətraf dediyimiz, Nə başa düşür? bir neçə hissə segmentdən ibarətdir də, əldir, sahib hissədir, dirsəkdir, çiyin hissədir, konkret versə əgər sualı. Buyurun, tutaq ki, uşaqda açıcı əzələlər işləmir, yəni zəif işləyir, əzələ gücü, açıcı əzələlərin əzələ tonusu zəifdir. O zaman necə siz onu lentləməyəcəksiniz? Baxın, aça bilmir uşaq, açıcı əzələsi. Tam 30 dururuz belə. Tamam. Belə, daha yaxşı olur ki, bu şəkildə. Bunu bir adam tutmalıdır, mütləq şəkildə. Sonra Yaxlardan eləyəcək. yuxarı, buradan eləyəcək. Yazışdırıq ki, sarasın yuxarısı. Növbəti sualım olacaq Kübra xanıma. Gəlib gizlənib orada. Üz nahiyəsində kineziyyə. Bu nədən ötürü lazımdır və necə edirik? Üzdə əgər aşağı ətraflar, ağız baxmalıyıq ilk öncə diaqnostika edəndə üzdə var ki, çənə boş uşaqlarda, ifrit uşaqlarda Çiynəmə əzələ problemi var. O baxımdan yapışdıra bilərik və ya ümumi üzdə əgər əyrilik varsa, hər hansı bir tərəfdə kontrastura əyridirsə, onun bir tərəfin yükünü azaltmaq üçün istifadə edə bilərik və ya kosmetik də istifadə edə bilərik. Məsəl üçün, üzün qırışların azaldılması, bu kimi üzdə tonusun azaldılması kimi bu fonda da buxarın İndi sual verirəm, bax siz 1, 2, 3, 4, bax siz çox yaxşı etdiniz üzdə. Yaxşı, göstərəndə yaxşı. Yox, siz danışmaq lazım deyil. Bax, misal üçün deyək ki, çiynəmə əzələsi zəifmişsə, uşaqda ağzı çənəsi açıq qalır da, yakra hardan vuracaqsınız? Bununla biz başqa nəyin qarşısını alırıq? Zəifliyin, Sonra bəzi uşaqlarda düzgün olmayan, gözünü oturmamağın, boynunu uşaq əyirsə, arxa tərəfinə yapışdırıb düz eləyə bilərik ki, boynu düz dursun, doğru. növbəti sualı verəcəyəm Fənur xanımın elə özünə. Pastoral vəziyyət nədir? Yaxşı, müvazinətin tənzimlənməsi. Müvazinətin tənzimləməsi odur ki, yəni uşaq düzgün oturmursa, məsələn, boynunu elə bayaq dediyim kimi saxlaya bilmirsə, o Nəylə tənzimləyəcəksə müvazinətin tənzimlənməsi? yaxın. Uşaqlara deyir, bir dənə özünüzün, yəni uşaqlar var ki, hansı ki onlara ona ehtiyacları var ki, dəngəsini saxlaya bilmirlər. Anaya məsləhət görürsən ki, bu uşağın dəngəsini işlətmək lazımdır. Məsələn, sizin uşaqda o problem yoxdur, amma digərlərin pedaqoqalan uşaqlar, onu nə məsləhət görəcək, necə tənzimləsin dəngə, nə deyəcəksən onu, necə, neyə, nə al, nə gətir, neylə deyəcəksən onu? Yakır, məsələn, bir Yox, ikiniz eləmək yox.
Deyil mi? Taxta. Düzgün oturmaq üçün Dəncə taxtasından toplaraq istifadə eləmək lazım. Birinci özdə oturmağı vəzifələşdirmək lazımdır uşaqlara, sonradan Əlləri ilə özlərini dəstəyə. Onlar oturmayan əli uşağa tərbiyə eləmək edir. öyrətmək. əgər ayaqları belə-belə gedirsə, onları yeritmək olar. Dodaqları yeyilə. Bu uşaqların əllərini tərk edəcəksiniz. Əlinizdə yox da başqa bir şey, çubuqla tutursunuz, nə divardan tutmağı öyrədəcəksiniz həmişə. Sizdən tutmağı yox. Müdafiə üçün ancaq kənar ətraflardan hardansa yapışmağı öyrədəcəksiniz və alınır da. Çox arxain olurlar, aynı forma. Mən ona görə deyirəm ki, yox. Uşaqlar ağırlıqları Onların əldə bir sadəcə bir çubuq. Boş bir Ona öyrədir. amma direkt əlindən tutar, bütün ortadan sağlıyor. Növbəti sualı verək bizim dostlarımız. Gövdəni nə tür nəzərdə? Gövdənin məsələn, deyək ki, skolioz da indi konkret sualı konkret versək, məsələn, o skolioz uşaqda da bir dənəsini görsət, bir aplikasiyanı görsət. Deyək ki, sağ tərəfli lumbal skoliozdur. Yaxından Onu da artırsan. Bunlar konkret kinezməli mənimsiydi. O qədər ləzzət verir bu kinoziya, Allah haqqı. Mən evdə qız eləyirəm. Mən də gündə daimi yoldaşına alıram, eləyirəm. Mənim bir bağlamışdım. Bax, Aynur xanım deyir 2 gündür vurmuşam, heç ağrısı yox. Hətta Mən xorsa siz mənim sizə bir ayağım ağrımadı, bir ayağım ağrımadı. Sən özünü elə bilirsən ki, o qədər ləzzət elədi ki, bu kino. Tərbiyət eləmək üçün eləmək. Həqiqətən götürdü ağrısını. Qonşum deyirdi ki, Növbəti sualı verək. Bizim xəyalımcı xəyallarımız müsaləşin. İkisi də son təlimlərə Gürcüstanlı xanımlara sual Xəyalət verir. xanım, zəhmət olmasa deyin görək, ortopedik rejim nədir? Bəli, bax siz konkret işləyirsiniz də. Yox, yəni siz çox o bilməlisiniz yəni. Rejimin nə olduğunu bilməlisiniz. Ortopedik rejim Sonuncu dərslərimizdən. Keçən dərs. İlk öncə onların ayaqlarına tuturdu, ayaqqabı içli idi, ayaqlarını onlarla dəstəklədə atletik Kstati, bir də havalar istidir. Bir dəfə havası sərin olanda Nicab Kilir mərkəzinə ekskursiya gedərik. Yerə gəzəlim. Necə, onlar sizə necə olur, onlar özlərindən demişəm. Mən istəyirsiniz. Ekskursiya, əmək başda necə hazırlanır, hər şey necə baş verir, orada hamısını Master klasa. Yox. Dayaqda. Nicab Kilir. Dayaq. Başı sağlamlığı Aynur xan bir sualım var. Deyəcəkdim, eyni dəqiqədə deyəcəkdik, mən saxladım. Baxın, dəniz qumunun əslində o psixoterapiya deyilir ona, yəni fizioterapiyada psixoterapiya deyilir ona. Yəni qum, isti qumda, ki, qum vannası qəbul etmək. Burada məsələ nədən ötürüdür, niyə? Yəni bunun özü istilik verir, toxumalara daha dərin istilik verir. Məsələn, hansı ki, biz onu parafinlə eləyirik, sonra ozokelitlə eləyirik. Onlarda məqsəd nədir? Trofikanı yaxşılaşdırmaqdır. Yəni biz məsələn masaj eləndə və digər prosedurlar eləndə o dərin toxumalara o istiliyi verə bilmirik. Amma parafindir, isti, ozokelitdir, sizin uşaqlarınızın çoxsunu olubdur da. Bunun özü də istilik toxumalara daha dərin isti qum saxlayırdı ya. Ona görə buna onlara həmin o trofik hansı ki, lap dərində sümüksü toxumalardır, sümük toxumalardır, əzələrin ən dərin toxumalardır, qidalama da yaşlaşdırır. Qidalama dediyimiz yəni qan damarı qidalaması. Mən eləmişəm, xeyrini görmüşəm. Və sizə deyim ki, bu nə qədər və ondan başqa spastikanı götürür. Və bundan başqa xırda-xırda o təsiri belə mikromasaj effektidir. Suda girmək də Yəni çox yaxşıdır. Bəli, onu tallasoterapiya deyilən bir şey var. Aslında siz dediyiniz hamısı fizioterapiyadır. Onu da fizioterapiya kitabı tallasoterapiyadır, çimmək.
Bir var üzmək, o başqadır. Fizioterapiya da talassoterapiya deyirik, o sırf çimməkdir. Yəni dənizə atırsan uşağı, sadəcə orada çimir, yəni adicə üzə bilməsə də bir qolçaqmı nə taxırsınız da, ona talassoterapiya deyirik. Bunlar fizioterapiyadır. Məsələn, qumun, bəli, yəni üzməyə də bilər. Qumun özünün xüsusi bir tərkibində olan maddə deyil, yəni müalicə ilə. Parafin də həmçinin. Sadəcə bəli, qum ümumiyyətlə çox necə olur, gec isinir, yox, tez isinir, gec soyulur da. Tez isinir, amma gecdə başlayır soymağa. Ona görə o baxımdan. Yəni, dərin qazırsan, yanır. Əzələr relaksasiya verir. Bütün istilik prosedurları əzələr relaksasiya verir. Məqsəd oradakı məsələlərin Trofikasını yaşlaşdırmaqdır. Sırf məqsəd odur yəni orada. Bir də mikromasaj. Salə xanıma verir. Bəli. Gəlin, Sübsəl xanım analardan, uşaqları tanıyıram, onlar mamaların adlarına biləm. Salə xanım, bax, məsələn, diz oynağına biz kinez lentləmənin hansı məqsədlə vurarsan? Nə məqsədlə vurarsınız da? Məsələn, diz Ağrıları götürmək üçün, həm də dəstəkləmək üçün, çox düşməsin deyə. Oynağın mobilliyini yaşlaşdırmaq üçün, bəzi hallarda, adətən sizə deyim ki, baxın, spastik uşaqlarda diz oynağına teyp vurulmur. Niyə? Çünki onlarda spastik olduğuna görə oynaq hərəkətli, mobillik yaxşı deyil diz oynağından danışıram. Həm bilək oynağı, diz oynağı da ola bilər bu. Amma qeyri-stabil oynaqlar olur, hansı ki, onlar əzələ oynaqları, oynağı dəstəkləyən əzələr çox zəifdir. O zaman biz onda teyplə dəstəkləyirik onu və bir də ağrıları götürmək üçün. Sonra sizə səndən soruşum, Ləmandan. Bir başan nənəsindən bir soruşam. Yox, soruşam qızım. Nəzrin xanıma qızım soruşam. Nəzrin xanım. Nəzrin xanım, məsələn, uşaqda hamstring sindromudursa, hamstring sindromu nədir? Uşaq dizini düşüb gəzilir bu şəkildə. Deyək ki, hamstring sindromudur və səbəb arxa bud əzələlərinin gərginləşməsidir. Teypi necə vuracaqsın? Yakır budun aşağı hissəsindən dizinə yuxarı qoyacaq. Budur gərgindir. Arxa bud əzələləri gərginləşib qısalıb. Qısalıb aşağıdan yuxarı, yakır aşağı yuxarı. Deməli, əzələ gərgindirsə, yakırı onun dartılacaq səmtə vurulmalıdır. Əzələ əksinə gipotonusdadırsa, yakır lövbərdir Azərbaycanda. Bunun Azərbaycanca elmi yoxdur deyə, ona görə biz tərcümə ilə deyirik də ki, əzələ boşdursa, zəifdir, gipotonus vəsədirsə, o zaman əksinə yakır yuxarıdan vurulur ki, əzələnin özünə çəksin. Niyə? Çünki əzələnin sentrik və eksentrik hərəkəti var da. Sentrik hərəkəti, yəni büküləndə mərkəzə doğru yığılması, eksentrik isə açanda mərkəzdən uzaqlaşmalı. Və bu eksentrik və eksentrik vəziyyətin əzələlərini rahatlaşdırır və doğrudan da çox yaxşı, həqiqətən də rahatlaşdırır. Bax belə. Amma sizə bir söz deyim ki, əqil problemi olan uşaqlara təsir etmə bilər. Niyə? Çünki onlarda beyinə siqnal zəif getdiyinə görə, yəni bir anlama, qavrama problemləri olduğuna görə. Çünki bu teypin bir xüsusiyyəti də odur ki, reseptorları qıcıqlandır və beyinə bir cavab, beyindən bir cavab gözləyir. Axı beyin də tam yerində olmadığına görə, yəni funksiyaları, sinapslar və s. o cavabı verə bilmir və biz nəticə ala bilmirik. Bunu da nəzərdə saxlayın. Ümumi necə qiymətləndirmək olar? Yəni, maşallah, yaxşı, yəni hamısının mütləq bir sual, bir cavabları var. Məsələn, könül belə nəsə bir şey demək cəhd deyil, sadəcə, könül belə deyəndə ki, belə şey olmadı, yəni ki, biraz, məsələn, dağınıq adamdır beyni belə, amma sürdür ki, yenə də beyində bir şeylər var, yəni də, bir şeydə bir şeylər var, ən azından ətrafındakilara dəstək olacaq, bir məsləhət verə biləcəyi bir şeylər var, düşünsəl bir bilgilər var. Bu qədər fərqi dərsimizdə bizim psikoterapiya olduğunda siz söylədiniz ki, əgər olan uşaqlar mənası yoxdur, o da elə olardı.
Ümumiyyətlə, əqli qeyri uşaqlara mənası yoxdur. Onlara masaj, əqlini yaxşılaşdırmaq üçün masaj, nöqtələrə masaj edə bilərik də. Amma əqli qeyri olan uşağa biz iqla çox təhlükəlidir ona eləmək. Başını eləyir. Sadəcə onu biz necə vurub batırıb çıxarta bilərik belə bir şəkildə. Sadəcə vurduq çıxartır, vurduq çıxartır. Onlar zaten vururlar, saxlayırlar, sonra qıcıqlandırırlar. Hə, belə qıcıqlandırırlar. Adam gəl onu düşün. Batırın çarpı, batırın çarpı Belə bir yer qıcıqlandırırlar. Mən sizə indi yaxşı. Sizin hansı suallarınız var? Biz sualları verdik. İndi istəyirəm ki, siz də suallarınızı verin. Biz masajdan sonra Biraz bekləyə bilərsiniz. 2 ya 3 gün oxula bilərdik. Və sabahsı bunu Uşaqlarda 2 gündən çox qalır. biz bugün vurduq, amma sabah yenə bunun həm masajı var, həm idman. Təbii çıxardacaqsınız onu. Hə, çıxardıq. Əgər masaj olunmadığı halda, yəni masaj olunur, məsələn biz götürürük, elə uşaq var ki, 1 gündən bir gəlir, 2 gündən bir gəlir. O zaman hə, yox, təbii ki, sabah da gəlirsə proseduru çıxmalıdır. Özə sizə gələnə prosedura gələnə qədər çıxartsınlar ki, o həmən prosedur masaj edəcək, orada ağlaşma olacaq, orada qıcıqlanma olur və s. Ya da həmən müddətdə çıxartsın. Üstündən bilinərlər masaj edir. İqla qoya bilərik, fiziyoterapiya edə bilirik, idmanları edə bilirik, amma masaj edə bilmərik. Parafinin bu beyinlə bağlı olan uşaqlara xeyri var. Parafin sadəcə yerli olaraq atrofikan yaxşılaşdırır, əzələləri rahatlaşdırır. Əzələləriniz ki, uşaqlarınızda sizin yaxşı çox hərəkət eləmir, deyə qidalanması pozulur onlar. Ona görə, yox, onların heç yox. Parafin ona görə eləyir ki, sadəcə o qidalanmanı atrofikan yaxşılaşdırmaq üçün kömək edir. Yəni, başqa da bir şey. Bir də iltihab proseslərdə deyilirsən ki, iltihabı yetişməni tezləşdirir, belə deyək, bu necə olur? İltihabın sorulmasını tezləşdirir, bu necə olur? Çünki isti prosedurda, istilikdən qan axışı artır həmin nahiyə. Burada qanın tərkibi. Layihəmiz boşuna getməyibdir və çəkdiyimiz zəhmət, çəkdiyimiz bu 16 günlük gəlib getmək özü, bəziləri 2 nəqliyyat vasitəsi dəyişib, elə ana tanıyıram ki, 3 nəqliyyat vasitəsi dəyişib və siz qızınızla bir yerdə gəlmişsiniz, hətta deyərdim ki, Nəzirin daha çox öyrənir bu prosedurları, nəinki bizim analar, çünki Nəzirin özü oradan suallara cavab verir və düzgün də izah etmək qabiliyyətinə malikdir. Bunu fikir vermişsiniz, necə düzgün fikrini ifadə etməklə, hamısını yerli yerində çatdırmaqla sözlərini deyirdir. Sizə ilk öncə çox sağ ol deyirəm. Uğurlar arzu edirəm. Və ya da öz ürək sözlərini demişdim. Uğurlar arzu edirəm və Allah qismət eləsin, növbəti ildə də sizlə bir yerdə görüşmək, növbəti layihələrimizi icra etmək qismətimiz olsun. Sizdən başqa da neçə illərdir ki, biz layihələrimizdə iştirak edən analar var, gözəl analarımız var və onları da növbəti layihələrdə çox görmək istəyərəm. Çünki mən çox istəyərdim ki, bu analar da bu layihədə olsunlar. Sadəcə olaraq agentliyin tələblərindən biri bu idi ki, hər dəfə eyni analar olmasın, fərqli analar olsun. Amma ki, onlar üçün də həqiqətən mühüm bir layihə idi. Uğurlar, mən indi istəyirəm ki, sizin sertifikatlarınızı təqdim edin. Ancaq ilk öncə Aynur xanımın təşəkkürnaməsini verəcəyəm. Çünki burada mənimlə bərabər öz bilik və savadını təqdim edən, mənim zəhmətim öz yerində, amma ki, öz biliyini sizə ötürən insan Aynur xanımdır və bu nəticəni də Aynur xanımın sayəsində almışıq. Ona görə də mən təşəkkür edirəm. Bu dəfə bir yoxdur ki, təşəkkür edirəm. Aynur xanım, çox sağ olun. Asarsınız, bunu da yazdım. Sizin peşə kamera buna baxıb tutduğuna qoyuyor. Çok sağ olun. Sizden bir Zeynallı Nəzri.
videolar, ancaq bir hardasa otursalar video belə sertifikatları verəndə 30 saniyəlik mənə bəs edir. Çəkirəm. Ayır xanım çəkin. Yox, siz çəkirin. Sertifikatları verəndə belə stop edə bilirsiniz. Hayır, götürdüğünü Sen de var mı herkes? demək istərdim. Sizə hər birinizə valideynlərə bir sual verir ki, motivasiya. Bu söz mən deməsəm ürəyimdə qalacaq. Düzdür, dərsinizin adı motivasiya deyil, məqsədi motivasiya deyil. Amma mütəxəssisin verdiyi hər hansı bir hərəkət bizim uşaqlarımızda və eyni uşaqlarımızda biz valideynlərdə belə həvəs yaradaraq eyni tələblərdən ediblər, onlarda bir aşağı. Və başa düşdüyüzdə inkişafa səbəb olur. Mənim keçən dəfə demək istədiyim motivasiya sözündə məqsəd. Mən nə biləm ki, valideynlər də sizdən Bura gələn motivasiyadır. motivasiya olmasa, yəni ki, insan hiss edəcək. Siz buradan motivasiya aldınız yoksa yok? Öncəliklə çox güclü motivasiya almışam və bəzi şeylərdə də çox şey. Çünki gedirik uşaqlarımızda düzgün istiqamət göstərir. Biri var ki, körane yasan, biri var ki, mütəxəssisin göstərdiyi... Yox, düzgün mütəxəssisin istiqaməti olunca başqa olurlar. Bu sizin könüllü olaraq kömək edirsiniz. Sizin kimi bir insanlarda bizim kimi görünür. Allah sağ olun. Mən Tərənnə xanım desə gedməyimə gedərəm. Valla, onun spildir məsələn, mən tanımadım. Türkiyəyə getdi, biz ona arxain olduq ki, Tərənnə xanımızı pis yerə göndərməz. Onun dediyi ilə biz getdik. Belə bir çıxmasın, mənə həmişə deyirlər ki, siz bu valideynləri necə seçirsiniz? Mən deyirəm, mən seçmirəm, onlar necə Həqiqətən. Babayeva Samirə. Siz çəkdirin, ikiniz bir yerdə. Əsas siz çəkdirin. Kim çəkir, hara baxılır? Mən çəkirəm. Həm videonu, həm çəkilir. Çox sağ olun. Əliyeva Samirə. Maşallah, hər ildə bizim eyni adlı adamlarımız çox olur. Samirəmiz bu il 2 nəfərdir. Sonra bizim o risklərdə də var. Hətta elə oldu ki, şaləmiz oldu. Əliyeva Samirə. Və siz gedin, qızlar. Bəli. Səmək xanımın sertifikatını siz verəcəksiniz. Yox, sən gelirəm. Şənol xanımın ürəyi o qədər açıqdır ki, həmişə ilişirəm. Görünür, ideolojik ifadədə. Baxın mənə. Durarsan da lan birini çəkərəm. Gəldin Gülalı Yeva Nərmidə. Ne git nasıl yandı oturursun? Sıxaradan. Teşekkür ederim.
Allaha həmişə şükür edirəm ki, Təranə xanım tanımışam. Və Təranə xanımın sayəsində də siz tanımışam. Çox sağ olun. Hər biriniz sağ olun. Həsənova Xalidə. Kız hanı o kız? Getdi. Oradakı kız. Nərminə yandı çıxsana. İstiyor məndən görürsən. Hayır, size yaxınlaşmanı tavsiyə. Baxın, mənə də baxın. Bizim əziz müəllimələrimiz. Sizin sayenizde Siz olmasanız belə layihələr Keçən ilki layihəmizin sonunda Mətanət ağladı. Mətanət dedi ki, mən tez ailə qurmağıma məcbur etdilər. Heç vaxtı diplomum oldu. Sizin sayənizdə gəlməyəcək günlərim. Yəqin uşaqda problem var, neysə gəlməyəcək. Dedi, sizin sayənizdə mən elmi öyrəndim. Masaj kursunda diploma aldım. Yox, masaj deyil. Sonraki kurslarda da mən nə qədər çox öyrənmişəm. Buna görə minnətdarım sizə. Həqiqətən də o his də olundu. Mən onu elə verdim ki, elə sakin gəlib gedib. Bu ilki təlimlərdə onun nə qədər savada malik olduğunu aşkarladım. Sarışın verin. İslamın anası. İslamın anası. Hemen Esmir Hanım. O qədər fəxr edir ki, Təranə xanım yola çıxar. Əlinə çörək işləyir. Rastına çıxdıqda yox, nəsə də tapa bilmir. Qonşunun uşağının nə bilim kimi belə. Yaraman nənə. Nadir bir iştirakçımızdır. Nənə olaraq öyrənməyə gəlibdir ki, mən özüm övladımla, nəvəmlə məşğul olacağım. Təşəkkür edirəm. Gözün nənə. Çox sağ olun. Təşəkkür ederim. Bizim zümrüdümüz. Brilliant, qızıl, gümüş, zümrüd. Zümrüd hər tərəfli, hər şey. Zümrüd ilk gündən bizlə olan valideynlərdəndir. Zümrüdlə biz hipoterapiyadan başlamışıq. Və 10 il olar da sizi tanıyıram. 10 il olar ki, Zümrüd uşağının sağlamlığı üçün can fəşanlığı cəfakeş anadır. Təşəkkür ederim. Heç nə olmaz, biz olmaz mən deyil. Evlerde həmişə sakit dayanan Valide İnersi çox bana, neyməsi gəldi. Görsün, danışmaq yaxşı şeymiş. Onun üçün ödül verirlərmiş. Sizi də az bir müddətdir mən tanıyıram. Yəni bu ildən qoşulmuşsunuz. Keçən il bir layihəyə qoşulmuşsunuz, bu ildə bu layihəyə qoşulmuşsunuz. Və həqiqətən də nümunələrlə qidamdan bilirsiniz. Sizə də uğurlar arzu edirəm, təşəkkür edirəm. Əməliyyətiniz də çox gözəl olubdur. Bircə dəfə gələ bilməlisiniz. Zəfər Parkı ilə bağlı idi. Göz yumduq ki, bizim o şanlı zəfərimizin alınması ilə bağlı olan bir parka getmişsiniz. O da bir tədbir idi. Uğurlar sizə. Çox sağ olun, sağ olun. Maşallah, valide heç yerdən qalan deyil, maşallah. Müsalə xanım. Elimizdə dünya görüşümüzdə hər şey açıq. Ad boy ver. Şöyle.
Sağ olun. Sayesinde çok şey öğrendik. Var olun. Allah razı olsun. Ne güzel hiç anlamadım. Tınışıyor. Çok sağ olun. Ağlatmayın. Şərəf xanım deyildi. Güləyə biz. Bir dəfə İngilizdə ciddi Şərəf xanımın gəlirlərində həmişə gülürdü. Güldədi gülürsən. Elə Allah həmişə səni belə Şərəf xanım dedi ki, sevindir. burada oturma, səni görəndə gülmək tutur məni. Mən də tutundum ki, çarxımda odur. Mən də burada hamıda həmin vaxtda böyük idim. Pis oldum. Dedim, Şərəf xanım, bu nə sözdür deyirsiniz? Mən uşağam, siz mənə deyirsiniz, dur burada oturma ki. Sonra dedim, valla sizin xəttinizə dəymək istəmirdim. Mən sizi görəndə gülürəm elə dedim. Yoxsa üzr istədim ki, böyüyümüzdür. Tınış bir daha ben de bak. Vay da yerim dolu. Mən sizin sertifikatlarınızı mehri yazmışdım. Buna görə sizdən məşğul. Yerim ağıdır. Ancaq çək. Anne tanıma sözü de anne tanıma. Kübra Hanım. Ay, çıkmış. Kübra xanımı da mən bu yıl kəşf eləmişəm. Həqiqətən çox ciddi, məsuliyyətli, öyrənməyə həvəsli, öyrəndiyini yadında saxlayan və tətbiq etməyə can atan. Teşekkür ederim hepinize. Hakkınızı helal edin. Çok sağ olun her şey için. Yüzbəyova. Gərək mən bir dənə də sertifikat nəzrinə hazırlayam. Həm də çəkilər. Özü də çəkilər. Çok sağ olun. Aynen bir tane yanlış çəkəcəksən. Mənim də doldu, telefon doldu. Mənə çəkmişdir. Ha. Mən biləm. Çok sağ olun. Bu qədər hamı çəkilir, bir sonra çıxardım. Şəbnəm xanım. Kim qaldı? Orada fayl var. Ben kaldım. Mən qaldım. Siz də çox. O kadar seviyorum ki arzu ederim ki ailem arzu Diğer ki hamımız bizim gibi problemler ailede daha Bilgilerimizi ben bilgilerimizi paylaşıp adınızı ucalara kaldırmak. Əsas məqsədimiz də odur ki, siz öz öyrəndiklərinizlə digər valideynlərə də dəstək olasınız, reabilitasiyalara gedirsiniz, nə düzgün olmursa, ehtiyatlı şəkildə heç kimin qəlbinə dəymədən bunu xırda yolla analara başa salasınız ki, uşaqlarda düzgün reabilitasiya aparılsın və özünüzün uşaqlarınızın da reabilitasiyasında diqqətli olasınız.
Nəyi düzgün eləmirlərsə, bəlkə də icazə verməyəsiniz, özünüz çalışasınız, bu hərəkətləri eləyəsiniz ki, uşaqlarınızda bunun səmərəsi olsun. Getdiyiniz reabilitasiyalar və yaxud digər anaların getdikləri reabilitasiyalar səmərəsiz olmasın. Bizim məqsədimiz sizlərə dəstək Bir de sizde 3 aydan bir növbə gəlirdi, ama 3 ayda da boş qalmamalı, onu da özünüz işləməlisiniz çox sayıda. Qanuna görə də o ara boş qalmasın deyə özünüz işləməlisiniz. Xəyalə xanım. Axır səni mütəxəssis eləyəcək. Yaş işləri ola bir işdə. Baxıram mən, qəşəng statuslarda sabahlı işləri olur. Bunların daimi Sevindirici haldır ki, bizim analarımız Yox, işləri sevindirici haldır ki, bizim nəticələrdən biri budur ki, Xəyalə xanım bugün məşğuldur. Reabilitasiya mərkəzində özlüyünü amaçlı. Çox sağ olun. Ülviyə xanım. Bizim bütün bu olan bitərləri hamısını eləyən, tarixə salan, kayıtlar alan sizə qalır. Və təbii ki, Əminə də bizlə çox gözəl neynədir bizə, kömək elədi, praktikalarda, biz belə işlədik, biz ondan. Bu olmasa neynəyərdik biz bu Əminə olmasaydı? Əminə bu. Sən çəkirsən. Qaldı mətanət xanım. Hamıya sertifikat verildi.